Dostum. Tak, okey. Biz sizden şey yazmamıştık diyorsun. Bu oyunu yazmamıştık. Yarın yazalım. Ne yazılsın burada? Burada yazılsın. Elememiştik, öyle mi? 100%. Tamam. Tak. Deməli bizim belə bir oyunumuz olacaq. Bu değer ki birden 100'e kimi bir rakam tuttum. Onu tap. Evet. Ve biz bura rakam yazıp OK'ye bastığımız vaxtı eğer yazdığımız rakam onun tuttuğundan büyüktürse yazacak ki artıqdır. Bəxti vicdansına. Eğer bu tuttuğu rakamdan kiçiktirse o zaman diyecek ki eskiktir bir dahasına. Eğer birden çaşıp tutursak diyecek ki tebrik edirik tapdın. Böyle bir sade primitif bir oyun. Tamam. Bunun için bize aydın meseledir ki evvelceden tesadüfi bir rakam lazım. Buna göre de biz bir şey burada eləyəcəyik. Özdəki rakam bize lazımdır birden 100'e kimi. Dam 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 dam. Nasıl? Bayakçı. Rauf oydu. Rauf belge. Ne güzel. Şamaxı mesaj yazıp Şamaxı ve Murat Miriyev. Şamaxı ve Murat Miriyev. Salam, hoş gördük. Oy, salam. Salam. Mesaj yok. Salam müəllim deyir. Aleykümselam. Tak, deməli. Bura rəqəm yazanda, OK basanda bize deməlidir ya artıqdır, ya eksikdir ya da təbriklər tapdım. Bayaq da deyirdik. Bayaq deyirdik ki bizim bir dənə olmalıdır. Bize birden 100'e kimi tesadüfi rakam veren bir funksiya var. Bəli, deyir ki bize JavaScript random function lazımdır. Hansı ki minimum maksimum arasında şey verecek. Ve burada suni intellect koşulur. Deyir ki inclusive of both.
inclusive, yəni hər ikisi daxil olmaqla funksiya istəyirsansa belə bir funksiya var. Hə. Hərçənd onu çox belə şey yazıb, yəni bəzi lazımsız şeylər yazıb burada. Məsəl üçün burada mini də maxi də əvvəlcə yuvarlaqlaşdırma. Yuvarlaqlaşdırmaq lazım deyil. Mən onsuz da integerini verəcəm. Ona görə də yəni ki, burası max olacaq, burası mini olacaq, burası mini olacaq. Yəni belə bir düstur var. Onu siz də oturub hesablayıblar. Prosta funksiyanın adını bu qədər uzun mənə lazım deyil. Bunu elə random qoyuram. Məsələn, şu tamam. Beləliklə mənim başda onu const eləyəcəm ki, dəyişdirməsin, heç kim cıxavlıq eləməsin. Bir də x-im olacaq, hansı ki mənə bu aralıqda yəni 1 ilə 100 arası ikisi də daxil olmaqla bir də ədəd verəcək. Rəqəm verəcək. Tamam? Hə. İndi sizdən tələb olunan nədir? Sizdən tələb olunan odur ki, buttonun üstünə basıldığı zaman o enə yazdığımız rəqəmə baxsın və desin, əgər bu rəqəm bizim tutduğumuzdan, yəni x-dən böyükdürsə, o zaman desin ki, artıqdır bir dahasına, kiçikdirsə yazsın, əksikdir bir dahasına, tapdınsa yazacaq ki, tapdı. Yaz. Kim gəlmək istəyir? İstəyirsən gələm? Gəl. Bir dənə funksiya yazacaqsınız. Və yazıb qoyarım qolumuza. Bilemedim. İmanla bir şey yok. Onu kapıyı bir mutlarsın diye. Beni nasıl affettiler? Konser dedi. Öyle dinlerdi. Bak konser dedi. Nasıl desin yoksa? Hadi yayına bakıp testimize. Sen bir şey devam et. Otomatik. Müəllimin komitə yaz. Adam özel yazarın bir kaşınmak lazım. Yok hiç cevap veriyor. Çok bir şey. Ay. Valla bitti. Bu geçti. Adem'in etmesi değil mi? Kontrolda var. Admin. Süper korman. Parol neydi? Admin. İnşallah burada. Ay, baxsana buraya. Bak bu refresh atısı var. Nasıl beni? Admin. İşte parol neydi? Admin. Bəli, bu nədir z? Z bu cəhd eləmi? Mən elə başa düşdüm. Yok, sizin şey değil. Məncə z cəhdi. Zəhtin sayı. Hə, 100% cəhdi. Hə, vot. İndi burada yazıb ki, bunu niyə yazıb bilmirəm, ne option yazıb da уже, canı sağ olsun. Burada bir dənə plus yaza bilərdik ki, rəqəmə çevirsin. Hə. Hərçənd buna heç ehtiyac yox. Belə baxanda. Tak. Vot. Deyir ki, buna basan kimi bizim cəhdimiz bir artsın. Alsın. Haqlısın. Vot. Burada bizim işləyən belə bir tekstimiz var idi. If-lə, mif-lə işləyirdi. Düzdür. Yəni ki, harada boşluq yazmaq lazımdır, onu yazmayıb. Harada yazmaq lazım deyil. Yazıb. Hamısını tərsinə səhv yazıb. Bu yazıb indi. Pis yazıb, yaxşı yazıb. Nə?
Yani ki mən olsaydım belə yazardım. Məsəl üçün. Ha, yazardım ki əgər y(x)-dən böyükdürsə, yazardım əgər y(x)-dən kiçikdirsə və əks halda isə oje olur. Aferin. Tak. İndi burada bizdə nə olmalıydı? Burada bizdə olmalıydı nə? Yazacaq cəhd. Misal üçün 1 və cəhd, 2 və cəhd. Neçədirsə cəhd. Okay. Cəhd tamam. 2 nöqtə üst-üstə. Məsəl üçün azalt deyəndə 2 artıqdır. Aha, ondan sonra burada olacaq onun əskik məsələsi eyni qaydada. Burada yazacaq əskikdir. Burada isə yazacaq ki, neçənci isə cəhddən tapdın. Məsəl üçün deyəcək cəhddən tapdın. Ya, qabağında da bir dənə aferin yazın. Aferin. Bam. So. Gelin yoxdur. Bitti bu kadar. Buna ihtiyaç yok. Yani bunu yazsaydınız kifayetiydi artıklamasıyla. Baxırıq. Deməli, nədən başlayırıq? 50'den başlayırıq. Bak, bunu hara yazmalıydı bu arada? A inner HTML. A inner HTML bizde yoktu. Bizde var H1. Lazımsız şeyler yazmak lazım değil. Elementimiz var. Buraya yazırıq 50. Okey. Cəhd 1 artıqdır 50. Neçə yazacaq deməli? 25. 25 eksiktir. Sonra 37. Düzdür? 37 de eksiktir. 25-37 arası. Ne olacak? 31. 25-37 arası 43 değil. Niye? 31 de azdır. 21-31 arası. 25-31 arası. 28. Eskiktir. Ayda. Neçə yazmalıydı? 37. Yaxşı 43 olsun. Tamam. 43 de eskiktir. Fark yok. 43-50 arası. No. 46. Tamam 46 olsun. Aha yine eskiktir. Ужас. 48. Miau. 49. Mezelenir bizle. Oley! 8 cehden tapdık. Ne? 8 cehden. Orada yeni okuya basın. Yeni okuya basanda Onun necə ki o dayansın. o necə eləyək ki dayansın? Çok güzel bir sual. Mühteşem sual. Deməli bu halda dayanmalıdır. Düzdürmü? Əgər kursu tapdıq. Butonu yoxlayırlar. Bismillahirrahmanirrahim. Eləyə bilərik, bəli. İstəyirsən butonu yoxa çıxardaq. Yoxa çıxardaq. Dokumentin içərisində deyir ki, tap mənim üçün button. Və ondan sonra da onu remove elə. Gəl yoxlayaq. Başladıq. 50. 50 azdır. 75. 75 de azdır. 87. 87 çoktur. 81. 81 azdır. 81 87 arası. 26. 84 əvvəlcə. Azdır. 80 neçə? 85-86. Bir düymə yoxdur.
Yoxa çıxdı demək. Ya, bakmadım. Bəli. 6 cəhddən tapdıq. Ya. Koda gəldim, bəli. Bizim bir dənə əməliyyat olanda elə belə yaza bilirik. Bir neçə əməliyyat olanda onu mötərizənin içərisində yazmalıyıq. Burada dokumentin içərisində axtardıq query selector'ın batını. Tekrar orada tam. Və ondan sonra batın olmaz. İzin atar. Tamam, değilse. Zeyna. Yok, değil. Batın olmasından sonra basmağa bir şeyimiz de yoktur. Allah. Tak, yaxşı. Mən istəyirəm ki, siz mənim üçün belə bir şey yaradasınız. Burada bir dənə inputumuz olsun. Yox, olmaz. Hə, olsun. Olmaz. Div olsun. Oraya bir də batın olsun. Batın üstünə bastığımız vaxtı istəyirəm ki, bunun içərisində bir dənə input əməli versin. Birincinə. Bir input. Tamam. Bir dənə də bastığımız vaxtı burada bir dənə də input əmələ gəlsin. Və s. Bəli. Okay. Kim gələcək bunu eləməyə? Bilmirəm. Ya, bereye görə qalır. Bu bere buraya yazmaq ehtiyac yoxdur. Çünki mən stylını yazmışam. Bu onsuz da Ay Allah. Tak, deməli bu burada nə yazır? Bu burada deyir ki, niye niye? İki defa bak aynı kodu yazma ne lazımdı? Hı? Neyse lazım değil? Bence lazım değil. Biz geçen defa bunu neylemiştik? Ya. Bir de o tasarruf argumenti veriyor. Bəli, bir dənə. Change funksiyası. Bir dənə funksiya yaratmışdıq. Məsəl üçün nəsə? Change olsun, create olsun, fərqi yox. Volt. Bir dənə funksiyanı həm buna yazmışdıq. Okay? Prosto deyirdik ki, eyni funksiya iki dənə fərqli yerlərdən şey eləyirsə, argument vermək lazımdır. Bunu 1 vermişdik, bunu minus 1 vermişdik. Tamam? Ve burada bizim argumentimiz var idi, misal üçün x. Tamam? C.
Başta şeylerin sayıdır. Neydi onun adı? Inputların sayıdır. Mesela üçün 2 daha input lazımdır bize. Burada deyirik ki bizim üçün 2 tane inputu create elə. Və ne artırırıq, ne azaldırıq, onun üçün 0 olsun. Burada deyirik ki bizim C'ye buradaki x'i əlavə eləyək. Əgər bu 1'dirsə bu artacaq. Əgər bu 0'dırsa bu değişməyəcək. Əgər bu minus 1'dirsə bu azalacaq. Düzdür mü? Tamam. Burada yazırıq ki bizim kodumuz boşluqdur. Bunu burada yazma ihtiyaç yoktur. Hə. Ve ondan sonra madem ki burada C artır. Burada yaza bilərik ki əgər məsəl üçün əgər bizim C'miz 2'den kiçikdirsə o zaman C'ni 2 ilə. Beləncədən. Yəni ki C heç vaxtı 2'den aşağı düşmesin. Bunu istəyirəm. Tamam mı? Belə işler. Ondan sonra kodu sıfırlayırıq. Sonra ise deyirik ki sıfırdan C'ye kimi ileri bir artırarak bizim üçün her defasında koda əlavə ilə bir dənə input. Ne güzel. Ve axırda inputun inner HTML-nə həmin kodu biz mənimsədik. Yani təxminən belə bir şey olmalıydı. İndi baxaq görək nə baş verib. Minimum 2 dənə artırdığımız vaxtı, azaldığımız vaxtı 2'ye kadar azalır. Niye 2'ye kadar? 0'a kadar yok. Çünkü bir, ben istəyirəm ki bunun içərisində mən rəqəmlər yazım. Tamam. Ondan sonra aşağısında məndə yenə də 2 dənə button olsun. Əvvəlcə bir dənə button. Bunun üstündə yazılsın sum. Və sum'un üstünə bastığımız vaxtı H1'in içərisində inputlarda indi neçə dənə bizdə şey olacaqsa, tamam? Həmin bu inputlarda yazılmış rəqəmləri misal üçün cəmini bunun içərisində yazsın. İstəyirik. Tamam? Başa düşdünüz, başa düşmədiniz. Bunu başa düşdünüz mü? Yani ki burada nəsə belə qeyri-adi bir şey yazmışdıq mı? Lay. Tak. Sum funksiyasını yazmaq üçün təntənəli sürətdə kim gəlir? Nə? Sanırım. Ha? Tam yazmıştık, çok özel. Biz çok şey yazmıştık. Bizim yazdığımız nasıl bir fark eləyir? Yazdığımız, yazmadığımız. Eləmir. Tak. Kim gelir? Yoldaş. Bak şu. Ya sen gelme. Sen şu gelmiştin geçen. Süleymanlı gelsin. Süleymanlı. Gel. Aha. Ha, o bize ne diyecek? O bize yükselen input varsa içerisinde yazılmış. Onun biz 2 tane farklı yol kullanmıştık. Ben Var. 5 ne 5 ne. Nə? Fikir verməmişəm ki, bu kodu oxuyuram. Başdan oxuyuram. 16 6 13 6.